dibinin relyefi. Qədim zamanlarda insanlar düşünürdülər ki, okean dibi sadəcə duzlu sulardan təşkil olunmuşdur. Lakin sonradan alimlər tədqiqatlar apardılar və müəyyən etdilər ki, heç də okean dibi sadəcə duzlu sulardan ibarət deyil. Okean dibində də geniş dağlar, düzənliklər, vulkanlardan təşkil olunmuşdur və bu sahədə ABŞ-dır, İngiltərədir, Rusiyadır, Yaponiyadır, Fransa kimi ölkələr tədqiqatlar apardılar və okean dibini bir neçə relyef formalarına böldülər. Okean dibinin relyef formaları ilk olaraq materik dayazlığı və şelfi göstərə bilərik. Materik dayazlığı və şel deməli materikin sualtı davamının 200 metrə qədər olan hissəsini əhatə edir, az meyillidir, səthi qalın çökmə suxurlarla örtülüdür. Sonra isə materik yamacı. Materik yamacı 200 metrdən 1500 metrə qədər olan dərinliklər arasındadır. Meyilliyi çox olduğuna görə burada çökmə suxur qatı nazikdir. Daha sonra keçirik materik ətəyi. Materik ətəyi isə 1000-1500 metrdən 3000 metrə qədər olan ərazilərdir və materiklə okean arasında sərhəd olunur. Elə bil ki, materik və okean arasında bir sərhəd mövqeyini oynayır. Daha sonra okean yatağı və abissal düzənliklər. Okean yatağını və abissal düzənliklər çox geniş bir ərazini əhatə edir. Okean dibində yerləşən geniş düzənliklərdir və sathi hamardır. Okeanın demək olar ki, bütün əsas hissəsini tutur. Silsiləsi, Orta Okean dağ silsiləsi isə okeanın dibində yerləşən dağlardır. Bəzən bu dağların səthi zirvələrə qalxaraq adalar əmələ gətirir. Bu adalara İslandiya, Azor, Müqəddəs Yelena və Qalapagos adalarını göstərə bilərik. Daha sonra okean novları və ya çökəkliklər. Bu hissədə baxın, okean novları və çökəkliklər. Okean novları və çökəkliklər də okeanın dibində olan ensiz və dərin çökəkliklərdir. Və dünyanın ən dərin çökəkliyi Sakit Okeanında yerləşən, Pasifik Okeanında yerləşən Marian çökəkliyidir. Dərinliyi 11022 metrə bərabərdir. 11022 metr. Marian çökəkliyi dünyanın ən dərin çökəkliyidir.